Kanala abunə olub videoları bəyənməyi və kanalı dostlarınızla paylaşmağı unutmayın. Sual OTK sınaq imtahanı salınır. Sualda deyir ki, AC 16, BD 6-dır, CD 24, çevrələr arasındakı ən qısa məsafəni tap. Çevrələr arasında ən qısa məsafə hansıdır? İndi gəlin buna baxaq. Bax, bu məsafədir. Buradan bura qədər olan X məsafəsi ən qısa məsafə sayılır. Yaxşı, bu hissə 16-dır. Çünki radiusdur, bu hissə də 6-dır. Deməli, biz bütöv AB-ni tapsaq və AB-dən 16-dan 6-nın cəmini çıxsaq, X-i tapacağıq. AB-ni isə biz necə tapacağıq? Buradan bir perpendikulyar çəkirəm. Elə bil CD-ni paralel sürüşdürürəm. 16-dan 6 çıxıram. Bax, bu balaca hissə 10 qalır. Burada 24-dür. Onda biz Pifagor teoremindən istifadə edəcəyik. Bu da perpendikulyardır çünki. Hansı üçbucaqda istifadə edəcəm Pifagoru? Bax, bu üçbucaqda. Bax, bu sarı üçbucaqda. Yazacağım ki, AB kvadrat bərabər 10-un kvadratı üstə gəl 24-ün kvadratı. Hesablasaq 676 edəcək. AB-dən də kök alsaq 26 olacaq. Və biz burada artıq X-i tapacağıq. X-i tapmaq üçün isə 26-dan çıxırıq 16-dan 6-nın cəmini. Düzgün cavab 4 olacaq.